A və B ədədləri verilib. A vur B bölünsün, əbub AB-ni tapın. A vur B-nin əbuba nisbəti əkobu verir. Bu bir düstur olaraq yəni yazsaq. İkincisi ayrıca yəni 18 vur 12-ni əbub AB-yə. 18 ilə 12-nin əbubuna baxaq. 18-in bölənləri 1, 2, 3, 6, 9 və 18-dir. 12-nin bölənləri isə 1, 2, 3, 4, 6 və 12-nin özüdür. Burada ortaq olan və ən böyüyü 6-dır. Deməli, əbub 6-ya bərabərdir. Yəni, biz 18-i vur 12 bölsək 6-ya. Elə 12-ni 6-ya bölsəm 2, 2-ni də 18-ə vursam 36 eləyir. Digər tərəfdən A-nın B-yə hasili əbub AB-yə nisbəti bizə elə əkobu verdiyi üçün biz 18 ilə 12-nin əkobunu axtara bilərdik. Yəni 18-in ən kiçik bölünəni 18, sonra 36, sonra 54 və s.dir. 12-nin də ən kiçik bölünəni 12, 24, 36 və s. Burada 36-nın əkob olduğunu görürük. Yəni doğru cavabımız 36-dır.